Əvvəl ayı müxtəlif qaynaqlarda Peyğəmbər aleyhissalatü vesselamın dünyaya təşrif etdiyi ay kimi qeyd olunmuşdur. Ona görə də möhtərəm qardaşlar, bugünkü xütbəmizin mövzusu Allah Rasuluna sevgiyə həsr olunmuşdur. Yəni, Quran-ı Kərimdə Qul in kuntum tuhibbunallah fəttəbi'uni yuhbibkumullah və yağfir ləkum dunubəkum. Əgər siz Allahı sevirsinizsə, mənə tabi olun, Allah-u Teala da sizi sevsin və günahlarınızı bağışlasın. Möhtərəm qardaşlar, bir mənalı olaraq İslam dinində Allaha gedən yol Peyğəmbərimiz aleyhissalatü vesselamdan keçir. Yəni, Peyğəmbər aleyhissalatü vesselamın sünnətinə tabi olmadan müsəlmanlıq, İslam olmaz. Allah sevgisini qazanmaq olmaz. Allaha gedən yolları əldə etmək olmaz. Yəni, bizi yarımçıq yolda qoymuş olar. Ona görə də necə ki, möhtərəm qardaşlar, həqiqətən insanlar, din həyəcandır, din insanları qaranlıqdan aydınlığa çıxardır, bəzən insanı fanatizmə, radikalizmə aparır, onun fərqində olmur. Və onu, məsəl üçün, Peyğəmbərimiz nə gözəlliklə ifadə edir. Bəziləri gəlir ki, biz evlənməyəcəyik, bəziləri gəlir ki, biz hər gün oruç tutacağıq və bəziləri gəlir ki, biz gecə səhərə qədər ibadət edəcəyik. Peyğəmbərimiz nə deyir? Mən qadınlarla evlənirəm, mən bəzi günlərdə oruç tuturam, bəzi günlərlə yemək yeyirəm, bəzi günlərdə, bəzi gecənin bir qismında yatıram, bir qismında ibadət edirəm. Bu mənim sünnəmdir, kim mənim sünnəmlə üz çevirərsə, məndən deyildir. Və Amerikada, orada, burada olunan araşdırmalar nəticəsində də Michael Hart deyə bir vətəndaş araşdırma edib, birinci yeri hər zaman Həzrəti Muhammed tutur. Çünki o birlər, nə bilim, böyük ədəbiyyatçıdır, böyük xadimdir, nədir? Mədəniyyətin olduğu bir yerdə böyük işlər görürlər. Amma Peyğəmbərimiz düz çöllərdə, bədəvi insanlarda, mədəniyyətdən uzaq, bir-birini yeyən, mərhəmətdən uzaq, öz evladını bastıran, düşünün ki, bax, ən böyük günahlardan biri də hədislərdə nə qeyd olunur? Evladın səninlə bərabər yemək yeyir deyə onu öldürməyin, qız uşaqlarının diri-diri torbağa bastırılması, bunlar bizim adımızı batıracaq deyə. Bunların fəxr olunduğu bir cəmiyyətə Peyğəmbərimizə. Bura gələn kimsə başını götürüb qaçar. Adam məscidə ehtiyacını edir, Peyğəmbərimizi tutur, arxadan çəkir, Peyğəmbərimizin boynuna qan düşür. Yəni, Peyğəmbərimiz heç bir zaman bunlardan ümid kəsmir və təbliğatını davam etdirir. Sən bizim atalarımızın dinindən döndərirsən, sən bizi bütpərəstlikdən döndərirsən. Yəni, tövhidi gətirmək elə asan olmadı. Bunu topluma tətbiq eləməkdə. Və Quran-ı Kərim nə deyir? Yəni, əgər sən haqqı ilə təbliğ eləməsən, səni şah damarından tutarır. Düşünün ki, bu qədər çətinliklərin qabağında. Hərə, məsələn, Peyğəmbər bəyək də saydım ki, bütün, demək olar ki, acıları yaşayır. Atasız dünyaya gəlir, anasını itirir, deyil mi? Övladlarını itirir, bütün evladları özü sağ ikən öz əli ilə qəbrə qoyur, nəvəsini itirir, yaxınlarını itirir, övladlarını boşaltdırırlar. Taifdə oranın ən rəzil adamlarına Peyğəmbərimizi daşladılar. Baxın, nə gözəl, Peyğəmbərimiz Taifdən çıxarkən göylər mələyi gəlir, Buxaridə keçən hədisdir, möhtərəm qardaşlar. Əmrlə buranın yerinin altının üstünə gətirək. Yox, əgər Rəbbim məndən razıdırsa, heç bir şeyə gərək yoxdur. Allahım onlara hidayət ver, onların nəslindən ibadət edən insanlar çıxar. Həqiqət, orada adamlar var idi, böyük tacirlər var idi. Biz deyirdilər ki, hamısını hər kəsə aldada bilərik, hər kəsə yalan danışa bilərik. Amma Həzrət Muhammedin gəldiyimiz zaman qabağında ancaq nədir? Həqiqəti etiraf eləmək məcburiyyətində qalırıq. Peyğəmbərimizə qulaq adını qoymuşlar, gürbəcür adlar qoymuşlar. Amma Peyğəmbərimiz düşmənlikləri dostluğa çevirən bir Peyğəmbər idi. Bax, Əbu Süfyan ona 3 il boykot edirlər, gedirlər, dəri yeyirlər. Amma sonra Peyğəmbərimiz Mədiniyə köçəndə Məkkədə qıtlıq ilib olur, Peyğəmbərimiz ora pul göndərir, ərzaq göndərir. Demək ki, düşmənlə. Və qızı ilə, düşməninin qızı ilə evlənir, deyilmi? Həbibə, Ümmü Həbibə. Əbu Süfyan gəlib onun evində, o Peyğəmbərimiz olmayarkən onun döşəyində oturanda deyir ki, sən qalx ayağa. Qalx ayağa, sən burada otura bilməzsən, çünki o Peyğəmbərin yeridir, sən müşriksən,
sən iman gətirməmsən deyir. Və Əbu Süfyan Abbasa deyir ki, Həzrət Abbasa deyir ki, bax, qardaşın oğlunun nədir? Qoşunları nə qədər də çoxalıb, idarəçiliyi nə qədər də artıb, deyir ki, yazıqlar olsun. Bu peyğəmbərlikdir. Peyğəmbərin heç bir zaman belə bir iddiası ola bilməz. Mən kral olacağım, mən bunları idarə edəcəm. Məkkəni də fəth eləyindən sonra oranı da Peyğəmbərimiz tərk eləyir, gedir. Və də Peyğəmbərimiz səcdə üzərində girir. Səcdə eləyir. Yenə də Məkkəni fəth etdikdən sonra gedir quru çörək yeməyə eləyir. Və bir bədəvi onu görəndə başlayır tir-tir heybətindən əsməyə. Deyir ki, ay bala, əsmə, mən də quru çörək yeyən, günəşdə qurudulmuş, quru ət yeyən bir qadının oğluyam. Mən qəbilələrin İslamı qəbul olunması üçün bu tarixi evliliklərdir. İndi bir çox şeylər və baxıb görürsən ki, Peyğəmbərimizin şəhvətinə aid ola biləcək heç bir şey yoxdur. Və də möhtərəm qardaşlar, nə olur? Məkkə fəth olunduqdan sonra qəbilələr hamısı gəlirlər, bədəvi qəbilələr. O qəbilələri idarə eləmək, biri deyir ki, zina bizdə halal olsun, biri deyir, mən bilim, biz zəkat verməyək, nə verməyək. Peyğəmbərimiz dünyəvi şeylərdə onlara tolerantlıq göstərir. Amma dinin əsillərində, ay, bu bütə biz bir il ibadətliyək, sonra gəlib götürəsir. Onlar olmaz. Gəl haqq və zəhəqəl batil, innəl batilə kənə zahuqa deyib, o Məkkənin içərisində 360 but var, hamısını eləyir və dedi ki, innə şeytanı qad ən yəysə ən ya'budal musallunə fi cəzirətil ərəb və ləkin təhriş beynəhum. Şeytan artıq Ərəbistan yarımadasında özünə ibadət edilməkdən, bütə ibadət edilmək ümidini çatmışdır. Ancaq onların nə edəcəkdir? Arasını vuracaqdır. Möhtərəm qardaşlar, dünyadan da uzaq bir Peyğəmbərdən bəhs edirik biz. Bir gün namazdan çıxır ki, evdə bir kürkə qalıb, onu Allah yolunda xərcləyim. Və də bizə də çox mərhəmətli, çox düşündür. Bax, təravih namazı fərz olunmasın deyə bir-iki gün cəmaatla qılır, görür ki, cəmaat izdihamla gəlir, tez evində gedir, qılır ki, birdən fərz olar, sonra da ümməti bunu qaldıra bilməz. Amma özü tək namaz qılarkən ayağı şişinciyə qədər namaz qılardı. Bax, Peyğəmbərimizə iftira atdılar, deyil mi? Xanımına iftira atdılar, Quran təmizlədi və bütün acıları yaşadı. Və Peyğəmbərimizin böyüklüyü oradadır ki, möhtərəm qardaşlar, böyük insanlar özü öldüyü zaman özündəki olan şeylərdən gedir. Amma biz bu dəqiqə dünyanın hər yerində namaz qılınır. Elə bir saniyə yoxdur ki, namaz qılınır. Bunu kim gətirir? Peyğəmbərimiz gətirir. Hər tərəfində. Niyə? Təmizdir, ixlaslıdır. Peyğəmbərimiz vəfat edərkən sahabə hər tərəfə dağıldı. Elm sahibi var. Elmini biri apardı. Nə bilim, komandirliyini biri apardı. Fətihlər bir tərəfdən şeyləri və xeyir, bərəkət. Və Peyğəmbərimiz heç bir zamanda dünyaya məğlub olmadı. Yenə getdi öz daxmasında və Peyğəmbərimizin vəfat eləmədən öncə 7 dirhəmi var idi, onu belə Allah yolunda dağıtdı, payladı. Öz Yahudidən borc almışdı, öz zirehini ona qoyaraqdan. Ondan getməyi nəsib eyləsin. Əleyhinə əhsənəl kələm və onəqən nizam.